Salam, vaxtınız xeyir olsun. Xoş gördük sizi. Mən Kurikulum Hazırlıq Mərkəzinin rəhbər və təlimçisi Aytəkin Rəsulova. 29 sentyabr tarixində müsahibə ilə bağlı sualları mən sizə vermək istəyirəm. Bayaqdan həm WhatsApp, həm YouTube, həm Instagram üzərindən mesajlar gəlir ki, həmişə izahı birincisi seçirdiniz, izahı yoxdurmu? İzah çəkin bizə. Bu günləri biraz gecikmişəm. Amma yenə də sualların bir çoxunu burada yazmışam və bir çoxu yenə mənə səhvlə deyildiyi üçün sualları mən sizə burada yazdığımdan başqa da digərlərin izahını verəcəm. Gəlin baxaq suallarımıza. Birinci suallarımızdan biri bu olub ki, refleksiya nədir? Refleksiya dərsin indiki 5Y modelindən desək, möhkəmləndirmə hissəsinin eynisidir. Refleksiya şagirdin nəyi bildiyini, o dərs ərzində nəyi öyrəndiyini yoxlamaq üçündür. Deyirik ki, biz ən başdakı biz şagirdlərə təlim məsələlərini əvvəlcədən bildiririk ki, şagirdin sonda əldə etdiyini, yəni əldə etdiyi təlim məsələsi şagirdin axırda etdiyidir. O təlim nəticəsində şagirdin çatıb çatmadığını yoxlamaq üçün biz şagirdləri refleksiya edirik. Görək onlara mən bu günlərin qoyduğum o nəticələri əldə etdirə bilmişəmmi? Bax, refleksiya budur. Möhkəmləndirmək üçündür şagird. Hətta biz deyirik ki, refleksiya etmədən dərsi keçmək sanki qidanı çeynəmədən udmaq kimi bir şeydir. Və refleksiya üsullarımız bizdə bir çox üsullarımız var idi. Buna çıxış biletləri, cümlə kökləri, 1-1, 3-2-1 ən məşhurudur. Amma müsahibədə eşitdiyim qədərilə 1-1 və 3-2-1 deyənlərin cavabını deyiblər ki, başqa fərqli bir iş üsulu deyin. Çıxış biletini, cümlə köklərini, müzakirəni, müsahibəni bura misal göstərə bilərsiniz. Müzakirə çoxluq, bütün sinifə verilən sualda. Müsahibə isə fərdi formatda o uşaqdan müəllim bu gün nə öyrəndiyini soruşur. Tabii də xırdalığını deməyəcəm. Nə oldu? Çıxış bileti, cümlə kökləri, müzakirə, müsahibə, 1-1, 3-2-1 refleksiya üsuludur. Dərsin sonunda aparılır şagirdin bu günlərin nəyə əldə etdiyini yoxlamaq üçündür. Qiymətləndirmə. Milli, beynəlxalq, məktəb daxili qiymətləndirmə, üçün qiymətləndirmə var. Formativ qiymətləndirmə yenə verilib. Formativ şagirdin səviyyəsini ölçmək üçün deyil, üzr istəyirəm. Formativ şagirdi olduğu yerdən olmalı olduğu yerə aparmaq üçündür. Səviyyə ölçmək summativdir. Formativ isə sadəcə şagirdin hansı səviyyədə olduğunu öyrənmək üçündür. Ölçmə varsa bu summativdir. Hansı səviyyədə olduğunu öyrənmək üçün isə formativdən istifadə olunur. Deməli, interaktiv dərs nədir bizdə və bununla bağlı 3-4 sual verilib. İnteraktiv dərs bizdə budur ki, qarşılıqlı dərs. Yəni, şagird pasiv formada qalmasın. Həm şagird, həm də müəllim aktiv formada iştirak eləsin. Şagird də müəllimlə bir yerdə diskussiyada, müzakirədə olsun. Müəllim uşaqlara sual cavab eləsin, onların fikrini öyrənsin. Dalına qayıdıb sual veriblər. Hardan bilərik, biz sizin dərsinizə girdik. Hardan bilərik ki, bu dərs interaktiv dərsdir? Bu zaman həyəcanlanmırıq və deyirik ki, elə siz mənim sinifimə girdiyimiz anda mənim o şagirdlərimin aktivliyindən, mənim şagirdlərə onlara şagirdin ünlü prinsip kimi deyək də biraz buna. Mənim o şagirdlərə onlarladığım suallardan, onlara mənə qayıdıb suala cavab verməyindən, mənim onlara verdiyim düşündürücü sualdan, onlara bu düşündürücü suala hamısını cavab verməklərindən, öz fikirlərini rahat bildirməklərindən siz biləcəksiniz ki, artıq bizim dərsimiz interaktiv dərsdir. Yəni şagirdlər burada susub qalmırlar. Onlar daima aktiv iştirak edirlər. Qrup işindəmi, cütlərlə işləmi, fərdi formatdamı, bütün siniflə işləmi bizim dərslərimiz gedir. Diferensial təlim nədir? Diferensial təlim şagirdin fərdiliyini nəzərə almaqdır. Yəni, əlaçı şagirdi nəzərə alıb onun öz səviyyəsində sual, zəif şagirdə öz səviyyəsində sual, müəllim hamını tanıyır, kim nəyi sevir, kim nəyi sevmir, kimin maraq dairəsi nədir, dərsi ona uyğun qurur, sualları ona uyğun verir. Bax, bu bizdə diferensial təlimdir. Demokratik müəllim kimdir? Bu interaktiv dərsə aid olan qayıdıb verilən suallardandır. Demokratik müəllim budur ki, ancaq özünü hegemon saymır, bu avtoritar müəllimdir, mən deyən olacaq, mən ağayam, şagirdlər sanki öyle deyim də pasiv qalır, o avtoritar müəllimdir. Demokratik müəllimdə isə həm müəllim, həm şagirdlərin fikri nəzərə alınır, müəllim şagirdləri bir fərd olaraq görür, onlara daima önəm verir fikirlərinə və sözlərinə. Sual verilir psixologiyaya aid, dərsinizdə bullying dava olarsa nə edirsiniz? Artıq bu bizim şablon suallarımızdan biri kimi görsənir bizə. Bullying olarsa əslində inanmıram ki, olsun. Əvvəlcə mən onlara buzqıran strategiyaları qurmuşam, əvvəlcə danışıq aparmışıq, sinif mühitimiz çox yaxşıdır. Amma yenə də bullying olarsa, İlk öncə onları sakitləşdirirəm. Əgər dərs zamanısa dərsə davam eləyirəm. Sakitləşdən sonra dərsə davam eləyirəm. Dərs bitəndən sonra yanıma çağırıram. Hər iki tərəfdən nəyin baş verdiyini soruşuram. Nəyin baş verməsindən asılı olmayaraq mən bu şagirdlərə mehribançılığın, empatiyanın, dostluğun önəmini, bullyingin ziyanları haqqında məlumat verirəm. Onlara sanki şəxsiyyət kimi tərbiyə edirəm. Və hər iki tərəflə danışdıqdan sonra əminəm ki, onların arasında olan bu davadalaşa son qoyulacaq. Və mən bunu belə gözdə belə saxlamıram. Daima o şagirdlərə mən nəzarətdə saxlayıram. Hətta
Daima gözüm onların üzərindədir ki, görüm bunlar arasında münasibətlər nə cürdür? Yəni danışdım, bu bitmir. Daima onları öz nəzarətimdə saxlayıram ki, həmişə arada yaxşı bir ünsiyyət formalaşsın. Mən bir müəllim kimi heç vaxt bullyinqə rast gəlməmişəm. Cavabımız budur. Qayıdıb deyə bilərlər ki, səmimiyyət quru, müəllimi özümüzük, heç rast gəlməmisinizmi? Baxın, bunu demək bizə bir minusdur. Bəli, bullying var, demirəm yoxdur, razıyam. Amma mən rast gəlməmişəm. Yəni rast gəlmişəm biraz deməyin, çünki qayıdıb dəfələrlə sual çıxaracaqlar ki, neynədiniz, nə olmuşdu, nə üstündə olmuşdu, sual çıxara bilər. Sual veriliblər ki, 3-cü səviyyə rəy verin. Bilirsiniz ki, növbəti sualı elə buradan deyirəm. Bilirsiniz ki, baxın, həmişə dediyim əsas bir nümunə var. Metodik vəsaitdən çıxardırıq alt standart. Alt standartdan biz çıxardırıq dərsin məqsədini. Dərsin məqsədindən çıxardırıq təlimin nəticəsini. Təlimin nəticəsindən çıxardırıq meyarı, meyardan çıxarırıq rəy. Meyar hardan çıxarıldı? Meyar çıxarıldı təlimin nəticəsindən. Meyarın özündən nə çıxardırdıq? Şagirdin gündəliyinə verdiyimiz rəyi. 3-cü səviyyə rəy isə bizdə artıq şagird bu da mükəmməl deyil. Yəni əla deyil, yaxşıdır. Tutaq ki, məsəl üçün, indi biologiyaya gövdə dərsini aid deyirəm. Deyirəm, şagird gövdənin quruluşunu bilir, gövdə dərsinə mənə cavab verir, suallarımı cavablandırır, amma kiçik səhvlərə yol verir. Və yaxud da kimyada olsun karbon dərsi, orada karbon turşuları deyəsən, karbon turşularını tutaq ki, tanıyır, əzbərləyir, reaksiyaları yazan zaman kiçik səhvlərə yol verir. Bu oldu bizim 3-cü səviyyə rəyimiz. Meyar hardan çıxarıldı dedik biz sizdən? Meyar bizim təlim nəticələrindən çıxarıldı. Təlim formaları hansılardır? Təlim üsulları hansılardır? Təlim üsulları, bərabərdə iş üsulları, bərabərdə təlimin strategiyaları. Bura beyin əmləsi, debaz, zigzag, sequence, diktika, Bloom qubu, 34 dənə idi mən bilən. Təlim üsulları bunlardır. Təlim formaları isə qruplarla iş, cütlərlə iş, bütün siniflə, yəni kollektivlə iş və fərdi formada iş idi. Fərdi formada iş əslində əlverişlidir, amma həmişə etmək olmaz. Müəllim daima bir iş üsulundan istifadə edə bilməz. Mütəmadi olaraq dəyişməlidir. Fərdi iş üsulu çox olduqda şagird artıq özünə qapanır deməyək, yəni təkliyi öyrəşir və ünsiyyət qura bilmir, əməkdaşlıq qura bilmir. Cütlərlə işlərdə, yoldaşla qiymətləndirilməsində də, cütlərlə işdə, qrupla işdə ən çox yoldaş qiymətləndirilməsi aparılır və digər üsullarda da əslində yoldaş qiymətləndirilməsini aparmaq mümkündür. Təlim formaları hansı olur? Bir də deyirəm, kollektiv və bütün siniflə iş eyni şeydir. Kollektivlə işdə səs-küy olmalı deyil. Yəni xaotik səs-küy belə olmalı deyil. Məzmunun düzgün qayda qanun, prosedur qoyarsa səs-küy olması olmaz. Yəni olmasın. Bəzən sual verirlər ki, direktor gəlib bütün siniflə işdə sinifə girir ki, səs-küy gəlib. Müəllim nə deyər? Bəzən deyirlər ki, müəllim deyər ki, işgüzar səs-küydür. Amma işgüzar səs-küydə demək müəllim düzgün qayda qanun qoymayıb da, qayda qanun, prosedur qoysa heç bu işgüzar səs-küydə olmaz. Qrupla işdə əməkdaşlığa, ünsiyyətə, nitqə, natiqliyə və yaxud da ki, şagirdlərin bir-birindən dinləməsinə, hər bir şeyə qiymət verilir. Qruplarla işdə həm fərdi formatda qiymət, hamıya bir-bir, həm də qrupun özünə qiymət vermək mümkündür, əziz müəllimlər. Yadınızda qalsın. Cütlərlə işdə də yoldaş qiymətləndirilməsi aparmaq mümkündür. Cütlərlə işdə yoldaş qiymətləndirilməsi necə aparılır? 3 nüans var idi. Yəni müəllim qayıdıb demir ki, qayıt dostuna qiymət ver, qayıt yoldaşına qiymət ver, bal ver. Xeyr, müəllim bunu eləmir. Müəllim deyir ki, şagirdlərə yoldaşının işində çıxıb tutaq ki, 2 uşaqlılar da. Müəllim deyir ki, yanındakına Əli ilə Vəlidə tutaq ki, Əliyə deyir ki, Vəliyə maraqlı bir şey təklif elə. Əlidən maraqlı bir şey soruş. Əldən başa düşmədiyin bir yeri soruş. Budur bizdə müəllimlər yoldaş qiymətləndirilməsi. Artıq onlar bir-birinə sual verəndə, bir şey təklif edəndə, maraqlı bir sual soruşanda, o uşağın cavabını əsasən müəllim anlayacaq ki, burada əməkdaşlıq mı var, ünsiyyət mi var, arada necə münasibət var və şagird dərsi necə öyrənib. Çünki uşaq sual da verirsə, demək dərsi öyrənibdir. Suala cavab verən şagird də cavabını əsasən müəllim bilir ki, o da dərsi öyrənib. Hər şeyi 10 dəqiqəyə sığışdırmağa çalışıram. Deyəcəksiniz ki, müəllim yenə tələsir, amma qısa bir vaxtda çox şey əldə etmək istəyirəm. Belə, uğurlar, kimin anlamadığı bir nüans olarsa, rəylərə yazsın, mən sizə məmnuniyyətlə cavab verəcəm. Bir də deyirəm, yoldaş qiymətləndirilməsi bir nəfər digərinə qiymət verməsi deyil. Deyir, yoldaşı işində bəyəndiyin nüansı qeyd elə, ona bir şey təklif elə, ondan maraqlı bir şey soruş. Budur bizdə yoldaş qiymətləndirilməsi, əziz müəllimlər. Çünki bu sual bu gündən verilib. Ona görə mən bunu dedim sizə. Hələlik, uğurlar.